Ayağımda yara var. Uzun müddətli müalicə alıram, sağalmır. Nə edim? Əlbəttə ki, şəkərli diabet xəstələrində əgər ayaqda yara varsa və uzun müddət müalicə olunursa, yəni sarğılar olunursa, yara sağalmırsa, deməli səbəb var. Səbəb nədir? Səbəb əslində bu xəstələrdə neuropatiyanın olması, yəni hissiyatın zəif olması səbəbindən xəstələr o yaranın üzərinə basır və əsas səbəblərdən də biri budur. Bununla yanaşı ayaqda damar problemi ola bilər, yəni arterial problem ola bilər və yaraya qan dövranının zəif olmasının səbəbindən yara sağalmır. Bunu nə etmək lazımdır? Mütləq diabetik ayaq problemləri ilə məşğul olan həkimə müraciət etmək lazımdır ki, bunun səbəbini aradan qaldırsın. Səbəblərdən əsası, yəni yaraya basmamaq və damar problemini aradan qaldırmaq lazımdır.